Salam müəllimlər, hər vaxtınız xeyir. Mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dil müəllimi Ələkbərova Şəfiqə. Bugün sizlə danışacağımız mövzu yəlik hal mövzusudur. Yəlik hal. Yəlik halın şəkilçisi nə oldu? In, in, un, ün. Biz bunu keçən dərsimizdə ümumi məlumat hissəsində bildirmişdik ki, in, in, un, ündür, qrammatikdir. Kimin, nəyin, haranı və nə sualına cavab verir. Bəs yaxşı, yəlik özü neçə yerə bölünür? 2 yerə bölünür. Müəyyən yəlik hal, müəyyən yəlik hal və qeyri-müəyyən yəlik hal. Deməli, müəyyən yəlik hal, qeyri-müəyyən yəlik hal. Müəyyən yəlik halın şəkilçisi in, in, un, ündür. Qeyri-müəyyənin şəkilçisini görmürəm. Sualı kimin, nəyin, haranın suallarıdır və qeyri-müəyyəndə isə nə sualıdır. Bir daha vurğulayıram, yəlik hal in, in, un, ün şəkilçisidir, qrammatikdir, müəyyən in, in, un, ün, kimin, nəyin, haranın, qeyri-müəyyəndə isə şəkilçini görmürəm, nə sualına cavab verir. Yaxşı, davam edək. Nümunələrlə baxaq. Bir də bunu bir dənə qeyd olaraq verim ki, sizə həmişə birinci yəlik, ikinci mənsubiyyət gəlir. Birinci yəlik, ikinci mənsubiyyət gəlir. Müəyyən yəlik haqqında başlayaq. Deyirəm ki, Bakının nefti, Bakının nefti ifadəsində birinci in, in, un, ün şəkilçisi gəlib, haranın, Bakının sualına cavab verir, müəyyən yəlik haldır. Nefti i, u, üdür, mənə lazım olan in, in, un, ündür, burada da yoxdur, deməli yəlik deyil. Bu bunun qayda hissəsidir. Bir də bunu gəlin öz dilimizdə izah edək, öz başa düşdüyümüz şəkildə izah edək. Deyirəm ki, Bakının sözündə in, in, un, ün yəlikdir. Şəkilçini görürəmmi? Gözüm faktiki olaraq burada şəkilçini görürmü? Deməli, bu yəlikdir. Nefti. Burada i, u, ü olmadığı üçün problem yoxdur. Bəs yaxşı, müəllimə, ifadəni bu cür versə, sənin topun, axı burada 2 dənə in, un, ün var, mən nə bilim, yenə bu düsturuna gətirirsən, birinci yəlik, ikinci mənsubiyyət. Niyə görə? Mən yiyəyəm, mən sahibəm. Mən nəyinsə sahibiyəm. Mən olmasam, əşya mənə aid ola bilərmi? Yəni, mən olmasam, deyə bilərimi Şəfiqə müəllimənin dərsi? Olmasam, deyə bilərəm ki, Şəfiqənin evi və yaxud da onun evi mənim əşyam. Yox. Niyə görə? Çünki birinci yiyəyə mənə ehtiyacı var ki, sonra mənə aid olan əşya gəlsin. Mən əşyaya aid ola bilmədiyim üçün birinci yə, ikinci mənsubiyyət gəlir. Deməli, birinci gələn in, in, un, ün yəlik, ikinci gələn in, in, un, ün isə mənsubiyyət olur. Bəs yaxşı, müəllimə, bu da çətin gəlir. Bəs mən bunu neyiniyim? Müəllimə, yerin tərpət. Topun sənin. Olar. Top necə, belə deyək də, sən necə topa aid ola bilərsən ki? Azərbaycanın nə yazaq? Sərvəti. Sərvəti Azərbaycanın. Deyə bilmirəm ki, yerlərini tərpədə bilmirəm ki. Deməli, bu yəlikdir. Bunu yadında saxla. Daha sonra, belə bir nümunə versə bizə əkin sahəsi. Əkin sahəsində in, in, un, ünü görüb, qaçıb gedib müəyyən yəlik hal yazmayın. Birinci baxın, görün bu nədir? Əkin sözü, gəl belə yazaq. Əkin sözü nə sualına cavab verir. Amma yəlik olması üçün nəyin sualına cavab verməlidir? Müəyyən yəlik olması üçün nəyin sualına cavab verməlidir? Amma baxıram ki, nə sualına cavab verir. Deməli, burada işlər biraz fərqlidir. Əkmək sözün kökü
ın, in, un, ün leksikdir. Feildən isim yaradıb. Deməli, buradakı ın, in, un, ün yəli olacaqmı? Yox. Çünki əkin sözü belə deyək də, in şəkilçisi vasitəsilə düzəltmə sözdür. Amma mən bura yazsaydım ki, əkinin sahəsi hə. Bax, burada artıq olacaqdı yəlik. Birinci ın, in, un, ün nədir? Deməli, feildən isim düzəldən şəkilçidir. Belə sözlər, məsəl üçün, çox rastımıza çıxacaq. Bunlardan ehtiyatlı olun. Birinci növbədə sözün özünə baxın, özünün mənasına baxın. Sonra deməli, nümunəyə diqqət edin. İkincisi isə qeyri-müəyyən yəlidir. Qeyri-müəyyənin konkret görünən şəkilçisi yoxdur və nə sualına cavab verir. İlqar, belə bir nümunə yazıram. Top aldı. Bəsit bir nümunə yazıram. İlqar top aldı. Bir də belə bir nümunə yazıram ki, oyuncaq mağazası buradadır. Baxıram. Qeyri-müəyyən yəli halın şəkilçisi yoxdur, nə sualına cavab verir, yerlərini tərpətmək olmur, yəni qabaqdan gətirib arxaya qoymaq olmur və şəkilçini də görmürəm. İndi baxaq. İlqar top aldı. Burada yerlərini tərpədə bilərəm. Topu İlqar aldı. Rahat tərpətdim. Deməli, burada yəlik yoxdur. Çünki yerlərini tərpədə bilmişəm. Amma oyuncaq mağazası buradadır. Baxıram, mağazası oyuncaq buradadır. Düz gəlmədi, yerlərini tərpətdim, alınmadı. Deməli, neynirəm? Düşünürəm ki, bu yəli haldır. Oyuncaq hara aiddir? Daha doğrusu, mağaza hara aiddir? Oyuncaq aiddir. Yəni, onun oyuncaq mağazasıdır. Adı oyuncaq mağazasıdır. İkisi bir yerdə bir məna ifadə edir. Nə olacaq? Qeyri-müəyyən yəlik. Niyə görə qeyri-müəyyən yəlik? Çünki nə parçalaya bilirsən, nə yerlərini tərpədə bilirsən, nə də belə deyək də parçaladıqda mənanı əldə edə bilirik. Ona görə deyirik ki, qeyri-müəyyən yəlik hallar parçalanmır, yerləri tərpədilmir. Yaza bilərik ki, bu cür imtahan ərəfəsi yaxınlaşdı. İmtahan ərəfəsi yaxınlaşdı da, ərəfəsi imtahan yaxınlaşdı deyə bilirəmmi? Yox. İkisi bir yerdə imtahanın vaxtı mənasını ifadə edir, bir yerdə bir məna ehtiva edir. Ona görə nə olacaq? Qeyri-müəyyən yəlik. Şəkilçini görürəmmi? Görmürəm. Amma bilirəm içəridə var. Amma görmürəm. Nə olacaq? Qeyri-müəyyən yəli hal olacaq. Və yaxud da belə bir deyə bilərəm. Kurs rəhbərliyi bizi iclasa çağırdı. İndi baxıram. Rəhbərliyi kurs deyə bilirəmmi? Yox. İkisi bir yerdədir. Kurs rəhbərliyi, yəni kursun müdürü, direktoru, rəhbəri. İkisi bir məna ifadə edir. Nədir? Qeyri-müəyyən yəlik. Niyə görə qeyri-müəyyən yəlik? Çünki ortada şəkilçini görmürəm. Belə, müəllimlər, nə sualınız olsa yenə də şərh bölməsində yazarsınız. Sağ olun, salamat qalın.